Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin həyata keçirdiyi 6-cı İnkişaf və Mübadilə proqramında iştirak etməkdən böyük məmnunluq hissi duyuram. Bugün artıq həmin mübadilə və inkişaf proqramının 2-ci günündəyik və əminəm ki, 1-ci gün kimi 2-ci gündə çox məhsuldar, öyrədici, maarifləndirici olacaq və burada biz bir çox qeyri-hökumət təşkilatlarına əlaqədə oluruq, layihə yazılması ilə bağlı müxtəlif məlumatlar əldə edirik və düşünürəm ki, məhz bu proqramın hazırda işğaldan azad olunmuş ərazilərimizdə doğma Şuşamızda həyata keçirilməsi, reallaşması da bizim üçün iki qat sevinc və qürur mənbəyidir. Arzu edirik ki, bütün uşaqlarımız məhz işğaldan azad olunmuş ərazilərdə sülh, firavanlıq, əmin-amanlıq şəraitində yaşayacaqlar və hər birinizə təşəkkür edirəm.